Məlum olduğu kimi, Yaxın Şərqdə vəziyyət kritik həddə çatıb. İran-İsrail müharibəsi hər ötən gün daha da şiddətlənir. Bu arada Amerika prezidenti Donald Trump birbaşa İran rəhbərliyinə mesaj göndərərək 24 saat vaxt verdiyini bildirib. Trump'ın Ayətullah Əli Xameyniyə yönəlmiş müraciətində bu müharibənin daha da şiddətlənə biləcəyi açıq şəkildə ifadə olunub. Bəzi siyasi analitiklər bu müharibənin hələ bir neçə ay davam edəcəyini söyləyir. Bəziləri isə tərəflərin yaxın günlərdə masa arxasına keçəcəyini iddia edir. Bəs vətəndaşlarımızın bu müharibədən hansı gözləntiləri var? Tərəf baxımından deyəndə bizim bir müddət öncə 44 günlük müharibədə bildiyimiz qədərilə sosial şəbəkələrdə və televiziyalarda da artıq bu yayıldı. Rusiyadan alınan silahları İranın sərhəddindən keçirildi, yəni İran torpaqlarından keçirildi. Təbii ki də onlar bizə duşlandı. Bu səbəbdən də, yəni düzdür, bugünkü gündə deyir ki, İslam ölkəsiyik. Onlar da deyir, məsələn, İslam ölkəsiyik, biz də təbii ki, İslam ölkəsiyik. Amma İslam ölkəsi olmağımıza baxmayaraq bu tərəfdə bizim tərəfimizi tutmadı. Amma düzdür, indi bəlkə də kimsə bunu eşidən deyəcək ki, biz öz pulumuzla İsraildən silahlarımızı aldıq. Amma silahlarımızı alsaq belə də, onlar bizi dünyada belə siyasi arenada həm bizim tərəfimizi tutdular, eyni zamanda da silahlarını verdilər. Halbuki müəyyən bir böyük hegemon dövlətlər var idi ki, Ermənistan tərəfi istəyərək onlar öz silahlarını bizə vermirdilər. Amma İsrail öz silahlarını bizə verdi və bu da təbii ki, bizim qalib olmağımıza dəstək oldu. Bu səbəbdən də məntiqi baxımından bizim tərəfimizi kim tutdusa, mən də təbii ki, bu günlərim onun tərəfini tutmalıyam ki və arzulayaram ki, qalib o gəlsin. İsrail təbii ki. İran xalqı bizim soydaşlarımız oradadır. İsrail də bizim dostumuzdur. İndi mən yenə sülh istəyərdim. Mən müharibənin əleyhinəyəm. Yəni bu yollarla məsələlər həll olunmamalıdır. Əslində deyək ki, İsrailin də İrana qarşı bu zərbələri mən onları dəstəkləmirəm. İranın ümumiyyətlə əhalisinin yarısından çoxunu türk soylu xalqlar təşkil edirlər. Elə Tehranın özündə bir neçə milyon Azərbaycanlı yaşayır. Və bu zərbələr təbii ki, zərbələrdən onlar da əziyyət çəkirlər. Və müharibənin başlığı genişlənərsə, bunun qaçqın problemi və s. bunun bizə də müəyyən mənfi təsirləri təbii ki, ola bilər. Əlbəttə ki, haqq tərəfi İran qalib gəlməlidir. Mən belə başa düşürəm. Bu mənim öz şəxsi fikrimdir də, indi müharibə olmamalıdır. Başlayıbsa onun bir sonucu olmalıdır. Əslində burada qalib ya da ki, məğlub otursunlar, stolun qanında həll eləsinlər bu işləri. Çox çətin məsələdir, həddindən artıq çətin məsələdir. Qonşudur, 40 milyondan çox Azərbaycanlı var orada. Onun hər biri də bizim həqiqətən də qardaş bacılarımızdır, köklərimizdir. Təbriz qədim şəhərdir. Təbrizi vuranda adamın ürəyi ağrıyır, o qədim məhəllələri zadı vuranda. Həmçinin oturub bir necə deyərlər, siyasi yolla həll eləməlidirlər stol arxasında. Mən ümumiyyətlə insanlıqların sülhün tərəfdarıyam. Arzu edirəm ki, hər iki tərəflər qoy barışığa gəlsinlər. Bu bəla hər iki xalqın başından götürülsün. Müharibə məncə çox eləməz. Çox davam etməz yəqin ki. Çünki burada həll edilməsi aydın da nəyə görə vuruşurlarsa. Ortaq mərsəzə gələrlər, yaxşı, Allah qoysun. Mən istəyərdim ki, heç müharibə olmasın. Heç kəsə onu qismət eləməz. Sizcə hansı tərəf qalib gələ bilər? Məlkə arzu edirsiniz ki, bax o tərəf qalib gəlsin. Hansı bizim xalqa yaxındırsa onu.